daha çox olmalı. Əslində daban pəncə hərəkəti var idi ləzginkada. Daban pəncə, daban pəncə. Onun da sözləri asandır, amma eləmək üçün uşaqlarda diqqət lazımdır. Eyni ilə bunda da. Rəqəmlər azdır, amma diqqətiniz çox olmalı ki, hərəkət edə bilərsiniz. İndi diqqətlə qulaq asın. Mən bir-bir o rəqəmləri sizə göstərəcəm ki, 1-də nə etmək lazımdır, 2-də nə etmək lazımdır, 3-də nə etmək lazımdır. Hamı ayaqlarını birləşdirsin. Qabaq hissə var, uşaqlar. Ayaqlarımızın qabağı var. Görürsünüz, bu hissə məsələn. Ayağımızın düz qabağı. Sağ ayağımızı bir dənə belə içəri, daban içəri şəkildə qoyun ora. Daban hansı istiqamətdə olmalıdır? İçəri. Fatimə, müəllimə diqqətlə qulaq as. Mən əvvəldən danışanda diqqətlə qulaq as. Deyirəm, ayaqlarımı birləşdir. Ayaqlarımın qabaq hissəsi var ha. Oradan söhbət gedir. Aydındır. Məsələn, ayağını vur gəndə ora vurmalısın. Bura vursun sən. Bura vursun sən. Söhbət gedir bizim ayaqlarımızın qabaq hissəsi, düz hissəsi. Bəli. Nə iş işləyəcəksə biz burada işləyirik, aydındır? Yox. Onu görə gəldim səni göstərməyə. Yaxşı. Ayaqlarımızı birləşdirin. Uşaqlar, 3 rəqəm var. Birinci rəqəm budur. Sağ ayaq içəriyə, taban içəriyə. Azad, ayağından yana keçirtmə, düz qabağına. Biraz da qabağına, biraz da ayız taban. Deməli, sağ taban gördün, bir də sol tabanını görsət, hələlik ayaqlarını görsədirik saylarını. Bu da solun biridir. Sağ ayaqda olacaq 3 rəqəm, sol ayaqda olacaq 3 rəqəm. Deməli, sağın biri nədir? Ayağın yerə pəncə dəyməyi, biraz qabağa. Azad yatma, müəllim söz danışır, diqqəti ver bura. Solun biri nədir? Budur. Qabağa, biraz Fatimə, bax ayaqda. Bura. Deməli, iki ayağımızı birləşdirirəm. Qabaq nöqtə tapıram orada, hətta yerə evdə nəsə yapışdırın balaca. Onun üstünə vurun ayağımızı. Bax üstünə belə. Sırf o nöqtəyə vurun. Ayısı da. Deməli, sağın biri nə oldu? Bu. Solun biri nə oldu? Bu. İndi 2 nədir bəs? 2 rəqəmi nədir? Uşaqlar, 2 rəqəmi budur. Vurduğun ayağı havaya qaldırmaq. İndi o birində. Vurduğun ayağı havaya qaldırmaq. İndi fikir ver. 1, deyin 1, 2. Burada 1-2 budur. İndi o bir ayaqda. 1, 2. Bizdə yerdə hansı rəqəm qaldı? 3 rəqəm qaldı. Ayağımızı qaldırın belə. Başlayalım. Biraz əyri. İndi hoppanıb hop birbaşa onu yana qaldırın. Yana. Hop birbaşa yana qaldırın. Hop ayaq hara getməlidir uşaqlar? Yana. Diz ama dizə yaxın. Hop. 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 Bu oldu. Neçənci rəqəm? 3-cü rəqəm. Müəllim 1-i göstərdi. 2-ni də göstərdi, 3-ünü də göstərdi. Bizdə hərəkət alınmalıdır. Gəlin görə yandıra bilirik yoxsa yox. Sizə tərəf çönəndə rahatsız yoxsa üzə o tərəfə çönəndə? Bu tərəfə. 1. Ham ayağını qoysun yerə desin 1. Aferin. İndi bu ayağı qaldır yana denən. 2. İndi bu ayaqların yerini dəyiş. 3. Qaldırdığın ayağı qoy yerə denən. 1. 1. Bizim cəmi neçə rəqəmimiz var? 3. 1. Qalxdı. Dəyişdi. Vurdu. Bədəni möhkəm saxla hərəkət edən. Bədəni çox əmin. Dəyişdim. Vurdum. Qaldırdım. Dəyişdim. Vurdum. Qaldırdım. Dəyişdim. Vurdum. Nəyə baxıram sizcə? Sizcə nəyə baxıram? Dabanın harda olmağına. Məsələn, oğlanda Yusifdə daban çöldədir. Əslində amma daban olmalıdır harda içərdə. Özdə Yusif ayağını bura vurub, bizim ayaqlar ama qabaqdadır. Yusif biraz arxaya get, biraz ged arxaya özünə qəşəng yer tut. Vur ayağı, ay usta. Ayağın vurulma nöqtəsi oradır. Azad, bura yox, ayağın qabağı. Ay usta.